Abituriyentlərin maraqlandığı, amma ixtisas seçimi jurnalında rast gəlmədiyi bir ixtisas var. Kriptovalyuta və o sahə üzrə mütəxəssis. Həmin mütəxəssislərdən biri Azərbaycanda öncüllərdən biri olan Hüseyn bəy bugün qonağımızdır. Bu sahə ilə kimlər maraqlana bilər? Hansı sahədə, hansı ixtisaslarda təhsil alanların gələcəkdə kriptovalyuta, bitcoin və digər belə deyək, onlayn pul platformalarında işləməsi daha rahat ola bilər. Kriptovalyuta digər ixtisaslara nisbətən indi trenddədir və gələcəyi var. Hazırda proseslər gedir. Kriptovalyuta sahəsi üçün güclü bir təhsil lazım deyil. Yəni baza maliyyə savadlığı olan bir insan bu sahəyə girib, bu sahədə özünü sınayaraq, təcrübə toplayaraq bu sahədə peşəkarlaşa bilər. Yəni hər sahədən. Bunun üçün gedib 4 il, 5 il universitet oxumağa da ehtiyac yoxdur. Oxusan daha yaxşı, maliyyə biliklərin daha çox artacaq. Amma təhsil sənin təcrübən olacaq. Sən başlayasan, maraqlanasan, təcrübə vasitəsilə irəli gedə bilərsən. Yeni sahələrlə maraqlanan abituriyentlərin valideynlərlə fikir toqquşması baş verir. Valideynlər ənənəvi həkim, tərcüməçi, hüquq və sair ixtisasları tövsiyə edirlər. Beynəlxalq şirkətdə işləyən və yüksək vəzifədə işləyən bir mütəxəssis kimi valideynlərə tövsiyəniz nədir? Mənim tövsiyəm odur ki, valideynlər konservativ yox, daha yeni düşüncəli olsun. Süni intellekt, nanotexnologiyadır, IT sahəsində bir çox ixtisaslardır, data analitikadır, öz yerində də kriptovalyuta hansı ki, yeni bir sferadır. Məsələn, əvvəl bank sahəsi idi, pul sonra dəyişdi, məsələn, elektron sahəyə. İndi isə kripto vasitəsilə gələcək olan kadrlara ehtiyac çox olacaq. Harda insan azdısa, sən o sahədə yetişsən, o sahədə sən daha çox dəyərli olasan.